İkinci xütbəmizdə qarşıdan gələn mübarək Ramazan bayramı ilə, Fitr bayramı ilə əlaqəli bir vacib hökmü sizə izah etmək istəyirəm. Hər il izah olunur, amma hər ildə təkrar izah olunmalıdır. Ola bilsin insanların yadından çıxan məqamlar var. Bir il az müddət deyil, insan yadından bəzi şeyləri çıxarda bilir. Ona görə siz düşünməyin ki, niyə hər il təkrar danışılır? Mütləq danışılmalıdır. Dinimizin ən vacib əməllərindən biri və mübarək Ramazan ayında bütün müsəlmanlara şərt daxilində vacib olan əməl fitrə zəkatını, yəni fitriyyəni verməkdir. İmam Əli əleyhissalam buyurur ki, fitrə zəkatını verin. Çünki o əməl Peyğəmbərin sünnəsidir, Rəbbimizin vacib etdiyi əməldir. Peyğəmbərin gördüyü işdir və Allahın bizə vacibatıdır. İmam Sadiq əleyhissalam buyurur ki, namaz necə ki Peyğəmbərə salam verməklə, möminlərə, salihlərə salam verməklə bitirsə, namazın kamilliyi onunla tamamlanırsa, orucun da tamamlanması fitriyyə ilədir. Yəni fitrə zəkatını verməkləndir. Fitrə zəkatı bayram axşamı günü, bayram ki elan olundu ki sabah bayramdır, ay çıxdı, ay göründü, dəqiq bildik ki bayramdır. Həmin bayramın axşamı günü şam namazından sonra çıxarıla bilər və axşamla da yoxsul insanlara verilə bilər və fitrənin son vaxtı isə bayram günü zöhr azanına qədərdir. Yaxşı olar ki, bayram namazı qılınana qədər fitrəni verəsən. Verməsən də çatdırmasan zöhr azanına qədər vaxtı var və zöhr azanına qədər fitrənin verilməsi vacibdir. Yoxsul insana fitrə zəkatı vermək vacib deyil. Yoxsul insan kimdir? Öz ailəsinin təminatını edə bilməyən insan, çətinlik çəkən insan. Bu adam sayılır fəqir və həmən insana da fitrə zəkatı vermək vacib hesab olunmur. İşsiz insanlar var məsələn, ailəsinin xərcini ödəyə bilmir, vəziyyəti çox aşağıdır, maddi səviyyəsi. Elə insanlar fitrə verməməlidirlər. O insanların özünə gərək, insanlar kömək eləsinlər, fitrə versinlər. Fitrə ev sahibi tərəfindən, evdə pul qazanan, gəlir gətirən insanlar tərəfindən evin əhalisinin, ev əhlinin sayına görə çıxarılmalıdır. Bəzən belə sual çıxır. Misal üçün, evdə 3 nəfər işləyir, 5 nəfər adam var, məsələ çəkirəm. Onun 3'ü işləyir. Burada fitrəni kim çıxartmalıdır? Hər 3'ü çıxarda bilər. Və yaxud ikisi çıxarda bilər, və yaxud biri çıxarda bilər. Amma bilinməlidir, o 5 nəfərin hamısı bilməlidir ki, onların adından fitrəni bir nəfər çıxartdı. Məsəl üçün, ata evdə, oğul da işləyir, yoldaşı da işləyir misal üçün. Elə ata hamının adından çıxartsa bəsdir. Və yaxud oğul hamının adından çıxartsa bəsdir. Və yaxud ana hamının adından çıxartsa bəsdir. Hansı çox maaş alır məsələn, hansının gəliri çoxdur, elə o da hamısının adından fitrə çıxarda bilər. Amma tutaq ki, oğul bəzən deyir ki, mənim atam pul qazanandır, amma fitrə çıxartmır. Mən çıxarda bilərəm, bəli. Öz adından çıxarda bilərsən, istəsən ev əhlinin də adından çıxarda bilərsən. Amma kimə vacibdir ev əhlinin adından çıxartmaq? Evin sahibinə. Evdə kimdirsə əsas rəhbər, əsas başçı, əsas söz sahibi, həmən insanın boynunadır ki, evin əhlinin fitrəsini çıxartsın. Fitrə zəkatı da hətta bir saatlıq körpə üçün də çıxarılmalıdır. Bir günlük körpə üçün də çıxarılmalıdır və can yatağında olan insan üçün də çıxarıla bilər. Dünyasını dəyişən ev əhli üçün çıxarmaq vacib deyil. Bəzən deyir ki, mənim nənəm ölüb, bir ili çıxmayıb, fitrə çıxartmaq vacibdir, xeyr, vacib deyil. Sağ olan insan üçün fitrə çıxarılmalıdır. Və ana bətnində olan körpə, məsələn, evdə hamilə xanım var, onun bətnindəki körpə üçün necə fitrə çıxarılmalıdır, vacib deyil. Çıxartsaz lap əla. Amma vacib deyil, onu demək istəyirəm. Və əgər bayram axşamı günü sizə qonaq gəlsə kimsə və o gələn qonaq, onun gecəlik qalmağı, yeməyi və s. xərcləri sizin öhdənizə olarsa, o halda onun fitrəsində çıxartmaq ev sahibinin öhdəsinədir. Amma yox, gəlib sadəcə iftar açsın,
Yarım saat, bir saat oturub çıxıb getsin. O halda boynunuza onun fitrəsi gəlmir. Və yaxud da evə qonaq gəlibsə, qonaq deyir ki, əzizim, mən öz fitrəmi çıxardıram, narahat olma. Çıxardır, ev qonaq özü verir evin sahibinə ki, bu mənim fitrəm, sənə verirəm, çünki sənin evindəyəm. Özün mənim adımdan məsələn həmin fitrəni lazım olan insanlara ötürə bilərsən. O da olar. Amma bəzən görürsən, məsələn, insanlar deyirlər ki, kiminsə evinə qonaq getdi, 5-10 dəqiqəlik, 1 saatlıq gedib, o çay oturub, bayram axşamında çay içib çıxıb gələcəksə, ona fitrə düşmür. Onun fitrəsi öz boynunadır. Fitrə o halda düşür ki, gəlib sənin evində qalsın, onun gecəlik yatmağın, xərcin, məsələn, və s. kimi tələbatların, maddi tələbatların sən öhdəvə götürüb ödəyəcəksənsə, o halda sənin boynuna onun fitrə zəkatı da düşür. Və fitrə zəkatı elə bir şeydir ki, ev əhli, məsəl üçün ata, tutaq ki, müsəlmandır, oğul xristiyandır və yaxud qızı kafirdir, Allah uzaq eləsin. Onların da adından fitrə çıxartmaq vacibdir. Əgər sənin öhdəndədirsə, onun dini nədirsə, nə cür düşüncədədirsə, o halda dəlidirsə, nə bilim, ağlı çatışmayan insandırsa və s. onun adından da fitrə çıxarmalısan. Sonra, fitrəni bir adam üçün təyin olunan miqdarı şəriətimizdə müxtəlif ərzaqlar əsasında götürülür. Burada həmişə, hər il bir problem çıxır ortalığa. Misal üçün, Qafqaz Müsəlmanlar İdarəsi hər il elan edir ki, misal üçün, fitrənin bu illik miqdarı bir adam başına ya 10 manatdır, ya 15 manatdır. Bəziləri başlayır özünə əl qatmağa. Bu nədir, bunu hardan çıxardırsınız, fitrə bu qədər niyə oldu, 15 manat çoxdur. Adama deyən lazımdır ki, elə bil Qafqaz Müsəlmanlar İdarəsi deyir ki, gətir o pulu ver mənə. Bu da əl qatıb özünə, elə bil vergi ödəyir. Əl qatıb özünə, ay əzizim, onun dediyi pul kasıba çatır da. Nə əl qatmısan özünə? Nə deyirsən çoxdur? Yəni o sənə deyir ki, ya kimsə hansısa axund, ya hansısa təzə pirdə əyləşən əzizlərimiz, ya Qafqaz Müsəlmanlar İdarəsinin sədri cəmaata deyir ki, gətir mənə verin, mən xərcləyim. Onlar deyir ki, bu miqdardır, çıxarın, verin fəqirə. Yenə də qazanan fəqirdir də, yenə də fəqiri ötürürsünüz də bu pulu. Bəziləri yenə də Ramazan bayramı çatacaq, başlayacaqlar 2 manat, 1 manat 80 qəpik söhbət eləməyə. Hamının yadına düşəcək arpa, buğda. Halbuki şəriət alimlərimiz deyir ki, düzdür şəriət deyir ki, arpa ilə çıxarda bilərsən, buğda ilə çıxarda bilərsən, amma qeyd eləyirlər, şəhərinizdə məşhur olmayan yeməklə, ərzaqla çıxartmaq olmaz. Hansı qida sizin şəhərinizdə məşhurdur? Daha çox yeyilir, daha çox istifadə olunur. Onunla çıxartmalısan. Və fitrənin də miqdarı bir adam başına 3 kiloqram ərzaqdır. Ya 3 kiloqram arpa, ya 3 kiloqram buğda, ya 3 kiloqram qarabaşaq, ya məsələn düyü, ya kişmiş, ya xurma, ya un. Bunların hər hansı birindən çıxarda bilərsən. İmkanın çoxdur, bahalı xurmanın pulu ilə çıxart. 30 manata xurmalar var. İmkanlı adamdır, çıxartsın 30 manatlıq xurmanın pulu ilə, adam başına 90 manat məsələn. Yəni fitrə məsələsi gəlib ortalığa çıxan kimi bəzi insanlar başlayırlar ki, 2 manat düşür yadlarına, arpa buğda düşür. O insanlara demək lazımdır ki, əzizim, pulun yoxdur, azdır pulun, az çıxart. Sən arpa ilə çıxart, buğda ilə çıxart. Sənə heç kim gəlib irad tuta bilməz. Amma əl qatma özüvə. Könül bulandırma, cəmaatı, belə deyək, şübhəyə salma, qoy cəmaat özü müəyyən eləsin nə ilə vermək lazımdır. Biz sadəcə orta rəqəmi cəmaata açıqlayırıq. Deyirik, orta rəqəm budur. Məsəl üçün, qəribə insanlar var, mən şəxsən tanıyıram. Adam iftar süfrəsində gözümün qabağında 3 adamın yeməyini yeyir, gəl fitrədə mənlə dava edir ki, arpa ilə çıxartmaq istəyirəm. 3 adamın yeməyi yeyən adam vicdansızlıqdır gəlsin ki, mən fitrəni arpa pulu ilə, sən övladıva qabağına arpa töküb yedizdirirsən, indi arpa ilə də fitrə çıxardırsan və yaxud sən uşaqva buğda yedizdirirsən, gətirib buğda ilə də fitrə çıxardırsan. İftar süfrəsində adam uzaq oturmaq istəyir ki, indi mənə də yeyər, amma gəlib çatır fitrə zəkatı, başlayır ki, fitrə zəkatı miqdarı bu qədədir, arpa, buğda və s. və ilaxır. Ona görə insan fitrə zəkatını, düzdür şəriətimiz deyir, arpa var, buğda var. Amma vicdan bəs insanın insafı. Mən necə olur bir ay boyunca ailəmə düyünün ən yaxşısını alıram,
ət alıram, xurma alıram, amma gəlirəm başqasına, yoxsula yardım eləməyə gəlib çatanda düşür yadıma ki, onunla da keçinmək olar. Sən haçan bir gün oturub sübhdən də nə vaxt ancaq çörəklə iftar atsan, onun pulu ilə də fitrə verərsən. Və yaxud oturub ancaq düyü yesən, onun pulu ilə də məsələn axı bizim süfrələrimiz maşallah Allah eləsin elə həmişə də bol olsun, həmişə də bərəkətli olsun. Süfrələrimiz necədirsə, ona da uyğun zəhmət çəkək fitrə çıxardaq. Əzim, imkanın azdısa, sənə heç kiməsə söz demir. Sən 2 manatdan çıxart adam başına. Sənin evdə məsələn, bir gün tapırsan, bir gün tapmırsan, biraz çətinliyin var, elə yüngülvari, ucuz qidalarla ailəvi dolandırırsansa, bəli, sən çıxart az miqdarda olan arpa ilə, buğda ilə və ucuz miqdarlı ərzaqlarla. Amma həmişə də mən fikir vermişəm, vallah, billah, kasıb danışmır. Kasıb heç nə demir. Kasıb elə gətirir, düyünün pulu ilə çıxardır, fitrəsini verir. Danışanlar kifayət qədər imkanı olan insanlardırlar da. Kənddə hamımız bir-birimizi yaxşı tanıyırıq. Ona görə mən rahat danışıram bu barədə. Və biz bilməliyik ki, bu fitrənin də təyinatı odur ki, necə ki, sən bir ay ərzində oturdun evində rahat iftar açdın, çörək yedin, heç olmasa bayram günündə də bir fəqir insanın, fəqir müsəlmanın evində onun balaları, onun müsəlman övladları bir gözəl süfrə ətrafında əyləşib bayramı qeyd edə bilsinlər. Kiminsə qazanında gözləri qalmasın. Kiminsə ocağında gözləri qalmasın. Bax, fitrənin məqsədi Ramazan bayramında yoxsul insanların da öz evlərində gözəl bayram qeyd etməsi üçündür. Gözləri onun bunun qapısında qalmaması üçündür. Və bütün müsəlmanlara bir-birinə yardım eləyə bilmək, fədakarlıq, canından nəsə çıxmaq, səxavətli olmaq dərsi keçir Allah bizə mübarək Ramazan ayının sonunda. Odur ki, heç olmasa ildə bir dəfə Allahın bizə vacib elədiyi bu məsələdə gərək səhlənkarlıq eləməyək. Bu adamlar mən düşünürəm birdən xümus versələr nə edərdilər? Vallahi axund imamları döyüb öldürərdilər. Eşitsəydilər ki, xümus var, zəkat var, bunun haqq hesabı var. Bunlar hələ ildə bir dəfə özlərinə vacib olan fitrənin verilməsində bu qədər haqq hesab çıxardıb narazılıq eləyirlərsə, görən xümusu birdən bunlara biz başa salsaq nə edərlər, bir onda Allah bilir. Ona görə də fitrə zəkatının təyin olunması qalır insanın, daha doğrusu hansı miqdarla verilməsini şəriət qoyur insanın öz vicdanına. Şəriətimiz də bizim çox gözəldir ya. Arpanı da deyir, yanında xurmanı da deyir, kişmişi də deyir. Qoyur sənin öz vicdanına. Sənə heç birini demir, bununla məhz çıxartmalısan ya bununla çıxartmalısan. Deyir, özün bax. Özün bax, əlvi qoy vicdanının üstünə, ona da uyğun fitrəvi çıxart, insanlara təqdim elə. Fitrə çıxardandan sonra isə fitrəni 2 cür çıxartmaq olar. Ya ərzaqla, ya da ki, pulla. Ərzağın dəyərində olan pulla insan çıxarda bilər. Məsəl üçün, tutaq ki, mən düyü ilə fitrə çıxardıram. Gedib baxıram mağazinə ki, mənim bugün alıb aş pişirdiyim düyünün kilosu 4 manatdır misal üçün. Normal düyüdən söhbət gedir. Təbii bahalları da var, biraz ucuzlusu da var. Amma mən evimə 4 manatlıq alıram, məsələn. Baxıram 4 manatdır, deməli bir adama 12 manat düşür. Mənim də ailə üzvlərimin sayı 6 nəfərdir. 6 nəfəri vururam 12 manata. Elədi nə qədər? 72 manat. Deməli, mənim bu illik fitrə zəkatımın miqdarı 72 manatdır. 72 manatı ya düyü şəklində alıb verə bilərəm kasıba, ya da onu pul şəklində kasıbın özünə təqdim eləyə və yaxud da bir nəfəri vəkil tuta bilərəm, inandığım, etibar elədiyim adamı verə bilərəm ona, o çatdıra bilər, məsələn, kasıb insana. Və şəriətimiz də deyir ki, bir insana fitrə zəkatını çox vermək də bəyənilmir. Bəzən olur insanlar kart paylaşırlar, deyirlər ki, məsələn, bu adam xəstədir, gəlin fitrə zəkatlarımızı verək buna. Biz də deyirik ki, xəstə insanlara kömək eləmək vacibdir, imkansız xəstələrə kömək etmək vacibdir. Amma fitrə məsələsində biraz diqqətli olaq. Fitrə yoxsul müsəlmanların bayramı gözəl qeyd etməsi məqsədi ilə nəzərdə tutulur. Məsələn, tutaq ki, bir kənd, məsəl üçün, bir nəfər xəstə var, 80 min manat pula ehtiyacı var. Yığıldıq bir kənd, bütün fitrələrimizi verdik o adama. Misal üçün deyirəm, bəs bu kəndin 100, 200, 300 nəfər ailəsi bayramda nə yiyəcək? Bayramda süfrəsinə nə qoyacaq? Fikrin başa düşürsünüz nə demək istəyirəm? O kasıba, o xəstəyə yardım eləmək vacibdir ya, mən demirəm onu eləməyək, bunu eləyək.
Mən deyirəm ki, diqqətlə qulaq. Çünki var insanlar kəsib doğrayıb sözümüzdən elə şey başa düşürlər ki, elə bir biz deyirik ki, xəstələrə yardım eləməyin. Biz deyirik ki, fitrənin təyinatını düz başa düşək. Fitrə müsəlmanların gözəl bayram qeyd etməsi üçün, bayramda süfrəsinə bir şey alıb qoya bilməsi üçün, bayramda gözü kiminsə qapısında qalmaması üçün nəzərdə tutulur. Biz fitrəni yığıb ancaq bir adama versək, bu yaxşı deyil və şəriət də icazə vermir bir adama çox fitrə verməyi. Ona görə fitrə ilə tənzimlənməlidir ki, bərabər şəkildə kəndin yoxsullarının arasında bölünsün. Bir yoxsula ver, başqa yoxsula vermə. Bəs o necə insafla düşünək, ədalətlə düşünək? Olmaz axı. Ona görə də sonra qapıya gələcəkləri, bayram günü başlayacaqlar. Düz dində azalıblar. Əvvəllər çox gəlirdi. Gəlir qapıya döyür, deyir, mən seyyidən fitrə yığıram. Əvvəla yadda saxlayın. Qeyri-seyyid adamın, yəni mən qeyri-seyyidəm, seyyid deyiləm. Qeyri-seyyidin, seyyid adama fitrə verməsi haramdır. İcazəli deyil. Aydın olsun sizə. Seyyidə fitrəni yalnız verə bilər seyyid olan. Amma seyyid adam özü qeyri-seyyidə fitrə verə bilər. Mən seyyidəm, qapıma gələndə qeyri-seyyiddir. Fitrə verə bilərəm, verə bilərəm. Məsəl üçün. İkincisi, mənə fitrə verin deyən insana fitrə verilməməlidir. Bir halda ki, dəqiq kasıb olduğunu bilməsən. Qapıya gələn dilənçiyə sədəqə verilə bilər. Fitrə zəkatı deyil. Fitrə zəkatının mütləq kasıb olduğuna etibar etdiyiniz insana, daha doğrusu kasıb olduğuna əmin olduğunuz insana verməlisiniz. Və yaxud da kasıblara çatdıracağına etibar etdiyiniz insana verməlisiniz. Bu halda fitrə qəbuldur. Hətta şəriət deyir ki, sən tutaq ki, birinə pul vermisən, sabah və yaxud da elə bir saatdan sonra xəbər tutdun ki, bu kasıb deyilmiş. O halda şəriət deyir, ya ged əlindən al, apar ver kasıba, ya əlindən ala bilmirsənsə, artıq mümkünsüzdürsə, o halda yenidən sənin boynuna fitrə zəkatı gəlir. Sən fitrə çıxarmamış hesab olunursan. Çünki araşdırmadan aparıb bir insana vermirsən ki, o da kasıb deyil. Sonra, fitrə zəkatı kimə verilməlidir sualına bir də təkrar qayıtmaq istəyirəm. Yaxşı olar ki, açıq-aşkar günah eləyənə, əhl-i-beyt düşməninə, aşkar şəkildə fasiqlik eləyən adama fitrə zəkatı verilməsin. Fitrə zəkatını elə adamlara vermək olmaz. Birinci növbədə nəzərə alınmalıdır oruç tutub namaz qılan kasıblar. Qohum-əqrabanın içində olanlar, ailə üzvlərinin içində olanlar, kəndimizdə, qonşuda yaşayanlar. Birinci növbədə bunlar nəzərə alınmalıdır. Mütləq şəkildə bunlar nəzərə alınmalıdır. Amma bəzən olur, qoy mən bunu sizə açıqlayayım. Biz özümüz nəyi nəzərə alırıq? Bilirik ki, bir evdə ata var, içki əhlidir və amma evdə də 4-5 nəfər uşaq da var. Çox da aznacaqlı vəziyyətdə yaşayırlar. Biz həmin ailəyə aparıb pulu versək, o vicdansız ata o pulu onların əlindən alıb, içkiyə verib öz tuluğuna tökmə imkanı var. Bunu eləyə bilər. Amma biz elə şəraitdə nəyi nəzərə alırıq? Evə ərzaq göndəririk. Bilirik ki, ərzaq zaten məlumdur ki, o uşaqlar onu oturub nuşcanlıqdan yiyəcəklər. Ona görə də şəxsən mən tanıdığım bəzi ailələr var ki, kasıbdırlar, amma orada bir nəfər içki içən fasik var. Elə olan halda çalışırıq həmin evə ərzaq göndərək ki, həmin evin sahibi, kişisi o pulu harama istifadə eləməsin. Harama xərcləyəcəyi halda bir adama pul vermək fitrə hesab olunmur və elə adama da fitrə vermək olmaz. Fitrə məsələsində də ən önəmli şey nəzərə alınmalıdır, təkrar qeyd edirəm, bir insanın Allaha ibadəti. Birinci növbədə ibadət eləyən insanların içindən fəqir insanlar seçilməlidir. Sonra, bir kəndin, bir qəsəbənin öz fitrəsini kənara göndərməsi yaxşı deyil. Olur, çox olur elə insanlar. Görürsən, fitrəsini aparır, hansısa pirin nəzir qutusuna atır, yaxud göndərir qırağa. Mütləq bu kəndin əhalisi, burada yaşayanlar və yaxud da burada kimsə qonaq gəlibsə başqa kənddən, hərə öz kəndində birinci növbədə, öz məhəlləsində, öz şəhərində birinci növbədə nəzərə almalıdır fəqir insanları, kasıb insanları. Ondan sonra, əgər tutaq ki, bizim kəndimizdə qutardı fəqirlər, hamısını maşallah fitrə zəkatını vermişik və yaddan çıxan fəqir qalmayıb, pulumuz da var. Onda çıxaq, məsələn, qonşu kəndlərin fəqirlərinə də ehsan eləyək. Yaxşı olar, birinci növbədə öz fəqirlərimiz nəzərə alınsınlar. Və fitrə zəkatı da verilməlidir, təkrar deyirəm, bayram axşamı. Ondan əvvəl çıxarılsa,
o fitrə zəkatı hesab olunmur. Məsələn, mən bugün fitrəmi çıxardım, aparım verim kasıba. Mənim yenidən bayram axşamı günü boynuma fitrə gələcək. Aydındır? Ona görə də bayram axşamı daxil olmadan öyrənin, maraqlanın ki, bayram axşamı haçandır, nə vaxt daxil oldu, ay göründü, görünmədi. Ay göründüsə, bayram axşamı olduğu məlum oldusa, hamımızın boynuna fitrə zəkatı gəldi. Allah eləsin, Allahdan istəyirəm ki, iman əhlinin boynuna Allah ən bahalı xurmanın fitrə zəkatını gətirsin inşallah. O qədər imkanımız olsun ki, gözəl xurmanın pulu ilə həmişə öz fitrələrimizi verək. Və o adamlar ki, könül xoşluğu ilə Allaha razı salmaq üçün qurbətən ilallah naminə fədakarcasına gözəl şəkildə fitrə verirlər. Allah o adamların ruzusunə 1-ə 1000 qat əvəz qaytarsın. Gələn il ondan da çox fitrə çıxarsınlar inşallah. O adamlar ki, deyinə çıxardırlar, 2 manatı da canları çıxa-çıxa, onlara da Allahdan heç nə, insaf istəyirəm biraz. Allah onlara biraz insaf versin, biraz səxavət hissi bəxş eləsin ki, özləri 2 manatdan çıxarsalar da gedib başqasına deməsin. Adamlar var, mən tanıyıram ki, məsələn, özü az çıxardır. Görəndə ki, başqası çox çıxardır, onu başlayır şübhəyə salmağa. Deyir, xəbərim var, axundlardır özlərindən çıxardıb. 15 manat söhbətin, nə bilim, o birisi söhbətin çıxart 2 manatla. Elə bil ki, bu Allahla oyun oynamaq istəyir. İnsan gərək Allahla oyun oynamasın. Allah hamını özümüzdən yaxşı tanıyır və bilir bizim imkanımızla kimin imkanı nəyə çatar, nə qədər də fitrə çıxarda bilər. O adam ki, bəzən də gəlib mənə deyirlər ki, filan kəs deyir, kasıbdır, deyir, fitrə çıxartmaq üçün siz demirsiniz, deyir, amma ki, kasıbdır, buna fitrə çıxartmaq vacib deyil. Nə vacibdir ki, çıxartsın? Deyir ki, siz demirsiniz, fitrənin miqdarı filan qədər, o adam onu çıxarda bilmir. Deyirəm, bir adam ki, kasıbdırsa, mən bəzən olub, deyirəm, kasıbdırsa bir adam, bunun fitrə çıxartması heç vacib də deyil axı. Biz əslində bunun özünə fitrə verməliyik, sən deyirsən ki, bu fitrə çıxartmaq istəyir. Amma yenə də şəriətimiz deyir ki, bəli, insan kasıb da olsa belə fitrə çıxarda bilər. Əsas odur ki, ailəsinin ehtiyacını ödəyə bilir, pis yaxşı ödəyə bilir. Vacib deyil ailənin ehtiyacını belə lap təmtəraqla ödəyə biləsən. Az da olsa ödəyə bilirsənsə, ailən kiməsə möhtac deyilsə, o halda sən də fitrə çıxarda bilərsən, baxmayaraq ki, bir qədər yaşayış tərzün kasıb yanadır. Allahın verən bu mübarək ayın hörmətinə, qarşıdan gələn mübarək fitr bayramının hörmətinə Allah bizim hamımızı bu mübarək bayramın lütfündən, feyzindən binəsib etməsin.